Səhər saat 9 radələrində Bakı şəhər Nərimanov rayon Əhməd Recəbli küçəsində yerləşən 5 mərtəbəli Afyon Plazada partlayış hadisəsi baş verib. Hadisə nəticəsində 2 kişi, 3 qadın olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb. Hazırda onlar kliniki tibbi mərkəzdə öz müalicələrini davam etdirirlər. Baş verən hadisə nəticəsində plazanın yaxınlığında yerləşən ofislər eyni zamanda tikililərə də zərər dəyib. Bəziləri partlayışın qaz sızmadan olduğunu vurğulayır. Ümumilikdə ölkə ərazisində 3 gün aralıqda baş verən yanğın və partlayış hadisələri heç də ürək açan bir durum deyil. Bəs gəlin görək Fövqəladə Hallar Nazirliyi və Azəriqaz tərəfindən bu cür hadisələrin baş verməsinin qarşısının alınması istiqamətində nə kimi tədbirlər həyata keçirilməlidir? Məsələ ilə bağlı ilk öncə Azəriqaz İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev açıqlama verib. Bugün, yəni noyabrın 24-ü səhər saatlarında təxminən 9 radələrində Afyon Plazada deməli partlayış hadisəsi qeydə alındı və təbii ki, bütün dövlət qurumları, eyni zamanda Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq təbii ki, hadisə yerində istintaqa başladı. Azəriqaz İstehsalat Birliyi olaraq biz də, bizim əməkdaşlarımız da, birliyin əməkdaşları hadisə yerindədirlər və onlar Azəriqaz İstehsalat Birliyinə aid olan boru xətlərinin təftişi ilə məşğuldurlar. Həmin binada hələlik qazın verilişi təmin olunmayıb, amma ətrafdan gedən boru xətlərində hansısa bir nasazlığın yaranması kimi hallar səsləndirilir. Düşünürəm ki, bu kimi halların, bu kimi ittihamların, iddiaların səsləndirilməsi hələ ki tezdir. Dediyimiz kimi, deməli, güc strukturları, hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır, istintaq işlərini icra edirlər. Ən doğru məlumat istintaqın yekuni olaraq cəmiyyətə açıqlanan məlumat olacaq. Bu baxımdan hansı iddiaların səsləndirilməsi istintaqın gedişinə bir maneə kimi qiymətləndirilə bilər. Daha sonra Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətində şöbə rəisinin müavini Ehtiram Xəlilov hadisə barədə danışıb. Fövqəladə Hallar Nazirliyinin nəzarət qurumları səlahiyyətləri çərçivəsində nəzarət yoxlama tədbirlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirir. Bundan əlavə partlayış hadisəsi ilə bağlı qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə uyğun olmayan məsələdir. Yekun olaraq bu cür hadisələrdə sizcə günahkar kimdir sualını paytaxt sakinlərinə yönləndirdik. Gəlin biraz da onları dinləyək. Məlum hadisə ümumiyyətcə xoşa gələn hadisə deyil. Yəni iki dövrdə Bakı şəhəri paytaxtda heç nədən 4 nəfər həyatını itirdi. Bakı şəhər İcra Hakimiyyəti, ondan Fövqəladə Hallar Nazirliyi bu binalarda elektrik, nəinki elektrik, su, qaz, başqa kommunal sahələrdə müvəqqəti işlər, təhlükəsizlik işləri, profilaktik işlər görülsə daha yaxşı olar. Bu kimi hadisələr də baş verməzdi. İndi şəhərin mərkəzidir, şəhərin mərkəzində elə binaların çöl tərəfi baxırsan ki, xoşa gələndir, gözəldir. Amma daxildə baxırsan istər elektrik olsun, istər qaz olsun, bərbad gündədir. Gəlib yoxlayırlar da, Azəriqazdan təzəlikcə bizə gəlib şoçuku dəyişmişdilər. Daha oradan götürək, bizə gəlirlərsə hər yerə gedirlər, vaxt-vaxtında yoxlayırlar. Nişaslı случай da deyək, o hər yerdə ola bilir. Yəni hər şey ola bilər. Təkcə Azərbaycanda, Bakıda belə hadisə olmur ki, hər yerdə ola bilir. Mən öz ərazimdə yaşayıram da və gəlirlər, baxırlar, bezapasность hamısını var, polis gəlir, pajarni, belə normaldır. Skoriya tez gəlirlər. Yaxşı problem yoxdur məndə orada yaşında. Normaldır. Yəni binalardakı təhlükəsizlik sizi qane edir? Hə, normaldır, hə, çox normaldır. Bu institusional səviyyədə idarə etməklə praktik tədbirlərin üst-üstə düşməməsi ilə bağlıdır. Yəni bizim kimi 2-ci dünya ölkələrində və post-sovet ölkələrində ictimai nəzarət mexanizmləri zəif olduğu üçün çox vaxt belə hallar baş verir və bu söhbət tək qurumlardan getmir, fövqəladə hallardan getmir. İnsanlar da müəyyən qədər bu təhlükəsizlik məsələlərlə bağlı çox belə yumşalıb, öyrəşiblər və belə olduğu halda da bu cür hallar tez-tez baş verir və ümumilikdə sistemdən danışırıqsa burada kağız üzərində modernlik deyirlər buna. Bizim kimi ölkələrdə xas xüsusiyyətdir. Yəni modernlik praktikada görünmür. Həqiqətən bu tənzimlənir bəlkə də qanunla, amma praktikada bunun iş şartlarını görmürük. Çox vaxt problem budur.
Təbii ki, fərdi səviyyədə yanaşa bilərik, amma bu cür problemlərin yaranması tam detallı bilmədiyim üçün ümumi yanaşmalıyam. Məsələyə sosioloji olaraq yanaşsaq, çox vaxt həm cəmiyyətin daxili içində, həm də idarəetmədə sistemdən kompleks olaraq formalaşır. Yoxlasalar da yoxlamalı da onlardan əbiyazla hər kəs öz səlahiyyətini yerinə yetirməsi. Məsələn, mən yaşayıram mikrorayonda 9-cu mərtəbədə. Bu aşağını bir dənə restoran tikiblər. 2 dəfə orada pajarab. Yaxşı ki, pajarına gəlib, kuxunda da el pajarına gəl yaxşı orada da belə ot tutsadı, orada da ölüm hadisəsi. Qəti olmaz. Mənim fikrimdir, başa səhv deyirəm. 9 mərtəbə hara altında restoran tikiblər. 2 dəfə pajar olub burada. Əlbəttə ki, belə binaların altı bu birinci mərtəbə restoran, belə yanğın şeyləri olmazdı. Fövqəladə Hallar Nazirliyində vaxtı-vaxtına reydlərin keçirilməyin, təhlükəsizliyin təmin olunmasının valla dövlət qurumları hər bir halda çalışırlar. İndi hardasa nəsə olursa, bu təbii ki, təhlükə kiminsə belə deyək də səhlənkarlığı nəticəsində ola bilər. Vətəndaş. Dövlət bəli, hər bir anda bizim yanımızdadır. Hər bir anda reydlərin keçirirlər və vaxtı-vaxtında da yüksək təmin edirlər. Mən dövlətlə razıyam və dövlətin bu işlə də bu prinsipə də həmişə yüksək fikirlə yaxınlaşmışam. Ya vəlvələdən, ya zəlzələdən bu cür hadisələrin qarşısının alınması istiqamətində işlərin görülməsi daha yaxşı və məqsədə uyğun hesab edirik. İlkin Məmməd Səlimov, Rəsul İsayev, Səs TV xəbər.